Verilişin baş sponsoru Sopsan boyaları. Geldim diyen ki həftənin birinci günüdür, bəli. Saatlar onun yarısını göstərir. Daha gür, daha təntənəli, daha çalçaqlı alqışlarla sevimli şou efirdədir. Axşamınız xeyir olsun. Öncə bizə ekran vasitəsilə izləyən tamaşaçıları, sonra bax sizlərin qarşısında baş əyirəm, eşq olsun sizlərə deyirəm. Və təbii ki bugün çox maraqlı bir efirimiz olacaq və çox maraqlı da qonaqlarımız var. O qonaqlarımızdan biri ilk dəfədir sevimli şoudadır. Odur ki, həmin sənətçi xanımı da gərək həmişə olduğu kimi, digər qonaqlarımıza alqışladığınız kimi onu da gür alqışlayasınız. Çünki həmin xanım sənətçini tanıyırsınız, çox yaxşı tanıyırsınız. Mahir muğam ifaçısıdır və eyni vaxtda təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da həmin xanım tanınır. Az sonra mən çağıracağım qonaqlarımızı, amma Nofər Süleymanov başda olmaqla bizim ansambl necə görünür? Ansamblı və bir rəhbəri Nofər Süleymanov, Aydın, Şaban, Nazir, Qaydın Rəhman. Bəli, ansambl da öz yerindədir, tamaşaçılarımız da öz yerlərindədir və hər dəfə onu vurğulamaq istəyirəm ki, yeni tamaşaçılar var. Adətən bəzi verilişlərdə olur ki, yəni mütəmadi tamaşaçılar olur, amma bizdə tamaşaçılar hər həftə yenilərir. Eşq olsun həm daimi tamaşaçılarımıza, eşq olsun yeni gələn tamaşaçılarımıza deyirəm və qonaqlarımızı bura dəvət eləmək istəyirəm, heç yubanmadan. İlk qonağımız bura gələndə həddindən artıq çox gürültülü alqışlar olacaq. Çünki həmin sənətkarımızı, həmin müğənnimizi təkcə siz deyil, təkcə mən deyil, bax bizə baxan hər bir Azərbaycanlı tanıyır. Bəli, bugün sevimli şouda yenə Manav Ağayevdir. Bəli, Manav Ağayev gəldi, ikinci qonağımızı çağırıram, hər üç qonağımızı çağırandan sonra Manav bəli, yəqin ki bilirsiniz, adəti üzrə salamlayacağıq tamaşaçılarımızı. İkinci qonağımız, bayaq da dediyim kimi, ilk dəfədir sevimli şoudadır. Gərəkir ki, ona bir alqışlarla ümid verək ki, o da bizim ümidimizi bugün sözün əsl mənasında ifaları ilə doğrultsun və Nərman müəllim dediyi kimi oxusun. Sözsüz ki oxuyacaq. Bəli, Nigar Şabanova qonağımızdır. Nigar xanım da gəldi, bir gürültülü alqışlayaq Nigar xanımı. Və üçüncü qonağımızı bura mən dəvət eləyəndə sözsüz həm sizlər, burada əyləşən tamaşaçılar, həm də ekran başında bizi izləyənlər deyəcək ki, Mikail, sözün əsl mənasında bax, bugün muğamlarla bəzənəcək sevimli şou. Sözün əsl mənasında bugün xalqın damarını tutan, xalqın qanını tutan gözəl ifalar olacaq. Çünki bizim üçüncü qonağımız daha gür alqışlarla İlkin Əhmədovdur. Bəli, hər üç qonağımız gəlib, daha gür alqışlayaq hər üç qonağımızı. Və Manav müəllim, sizdən başlayaq, süngərli mikrofon, öncə üzr istəyirəm. Nigar Şabanova, ilk dəfə olduğunuz üçün mən sizə izah eləməliyəm. Bax, bu süngərli mikrofon danışmaq üçündür. Müğənni ki, oxuya bilməyəndə ümidi qalır bu süngərli mikrofona. Yox, əgər oxuya bilirsə, bu süngərsiz mikrofonlarla oxuyacaq. Amma öncə danışmaq məqamıdır. Manav müəllim, xoş gəlib, səfa gətirmişsiniz. Axşamınız. Manav Ağayev necə görünür bugün?
Sağ olun, sağ olun, sağ olun. Axşamınız xeyir olsun əziz və hörmətli tamaşaçılar. Mikail, sənə əvvəlcə öz dərin minnətdarım bildirirəm. Gözəl sənətçilərlə məni dəvət elədiyin üçün. Çünki sənətçi gözəl olanda bir-birimizə baxıb oxumaq oxuyuruq. Və qonaqlara çox sağ ol deyirəm ki, həmişə indi yəqin ki, bizim də, İlkinin də, Nigarın da adını eşidib, daha deyirsən təzə qonaqlar gəlib, yəni o bizə görədir. Hamıya minnətdarlıq edirəm, inandırıram ki, çox gözəl bir gecə olacaq. Təbii. Alqışlayaq Manan müəllimi. Nigar Şabanova. Xatırladım ki, bax alqışları eşidirsənmi Nigar? Çox sağ ol. Xatırladım ki, Nigar sözə başlamazdan öncə, Nigar dünən yoxsa sırağa gün? Nigar sırağa gün elə yaxından yox, elə Kürdəmirdən deyil, Norveçdən gəlib. Sonra digər hansı yerdən gəlmişsiniz? Ümumiyyətlə salamla tamaşaçılar, sonra Axşamınız məlumat. xeyir olsun. Bütün tamaşaçılarımızı salamlayıram. İlk öncə Mikail sənə təşəkkürüm bildirirəm. Minnətdaram ki, məni bugün verilişinə dəvət etdin və mən fəxr edirəm ki, bu cür gözəl insanların yanındayam və onlardan dəstək alacağam bu günləri və çalışacağıq ki, tamaşaçılarımızın zövqünü oxşaya bilək. Bəli, bu yaxınlarda Norveç, İsveç səfəri ilə gəlmişəm. Çox gözəl, böyük bir Azərbaycan evi tikilib Norveçdə. Aha. Bəli, orada Azərbaycan diasporası yaranıb. Bunun üçün Ramin bəyə təşəkkürümü bildirirəm ki, Azərbaycanlıları orada bir yerə yığır, bir yerə topladı. Bir neçə orada festivallarda iştirak elədik biz. Sonra isə İsveçdə gözəl bir böyük konsertimiz oldu. Nəinki Azərbaycanda, hətta çalışırıq ki, Azərbaycandan kənarda olan Azərbaycanlılarımızın da könlünü şad edək. Aynen gözəl. Və İlkin Əhmədov. Buyur. Təşəkkür edirəm Mikail qardaşım. Mən yenə də bizim Türk dünyasının ən dəyərli bir ölkəsi olan Azərbaycanımızın bütün tamaşaçılarını ürəkdən salamlayıram. Və mən də səmimi olaraq deyirəm ki, burada olan hər iki sənətçi, sənətkar mənim səmimi deyirəm, çox səmimi deyirəm, mənim ürəyimcə olan, ürəyimin istəri ilə sevdiyim, istədiyim sənətkarlardır. Manaf müəllim bizim böyük qardaşımızdır, belə deyək, həm də o şirin səsi ilə, gözəl avazı ilə tək mənim deyil, milyonlarla Azərbaycanın qəlbini oxşayıb, eləcə də Nigar Şabanova ilə biz qastrol səfərlərində olmuşuq, bir neçə dəfə Fransada olmuşuq. Nigar Şabanova bugün maşallahlar olsun ki, gənc muğam ifasıları içərisində ən çox Azərbaycan muğamın dövlət hüdudlarının kənarlarda təbliğ edən xanəndələrimizdəndir. Uğurlar arzu edirəm. Əlbəttə ki, bu gözəl musiqiçilərimizi bir yaxşı-yaxşı alqışlayaq. Çünki ona görə ki, bizim bugün bilavasitə dayağımız onlardır, bizə ruh verən onlardır. İnanıram ki, çox gözəl bir şou olacaq, çox gözəl bir ifalar olacaq inşallah. Nofəl buradadırsa, Aydın, Cavad, Ramin və heç nə kəm olmayan Rəhman buradadırsa, deməli hər şey yaxşı olacaq. Mən Nofəl qardaşıma həmişə arxada qalırlar da. Hay çalışıram, çıxanda birinci adın deyib, nətər başım qaçırsa, yəni biləsiniz ki, bizim taleyimiz Nofəl və Nofəlin ansamblı bir də aparat qardaşımızın əlindədir. Bir yaxdan deyirik ki, yaxşı musiqi olacaq, yaxşı oxumaq olacaq, amma özümüzü arxayla danışırıq. Əgər musiqi yoxsa inandıram oxumaq da yoxdur. Yox, oxumaq da olacaq, musiqi də olacaq. Nofələ bəri başdan dərin minnətdarım bildirirəm. Təşəkkürlər, çox sağ olun. Musiqi də olacaq və bir gözəl musiqi var. Hazırlamışıq, çalışmışıq ki, gözəl ərsəyə gətirək. Tamaşaçılar bir dəfə onu bizim verilişdə eşidiblər və fikirləşdik ki, çoxdandır onu eşitmir tamaşaçılarımız və istəyirik onu yenidən eşitdirək. Olarmı? Hə, olar. Getdik mi uşaqlar? Gedək.
teşekkürler. Çok sağ olun. Değerli ansambl, Nofər Süleymanov. Teşekkürler. Çok sağ olun əziz tamaşaçılar. Telefon nömrələrini nəzərinizə çatdırım. Çünki ilk reklamdan sonra ki dönemdə verilişimizin gedişatında siz canlı olaraq telefon xəttində bağlanıb istədiyiniz bugünkü qonaqlarımıza istədiyiniz amma uyğun gələn yenə deyirəm mahnını sifariş verə bilərsiniz. Şəhər nömrələrindəndir, yenə ev telefonlarından pulsuzdur. 538 08 64 538 08 64 nömrəsinə zəng edibən istədiyiniz qonağımıza dediyimiz kimi istədiyiniz mahnını sifariş verə bilərsiniz və əzizlərimiz bir daha vurğulayım ki uyğun gələn mahnılar olmalıdır. Bir daha vurğulayım. Məsələn İlkin Əhmədova yəni hər hansı bir xarici əcnəbi müğənninin oxuduğu mahnını sifariş verirsəz onsuz da oxuya bilməyəcək. Çünki İlkin Əhmədova o uyğun deyil. Amma indi deyəcəyim söz həm mənə uyğundur, həm də sizlərə. Amma biraz səbirli olun. Bax, balaca reklamlar gəlir, reklamlar! Bəli, bax balaca reklamlardan sonra lop böyük alqışlarla sevimli şoudayıq yenə davam edirik. Təşəkkürlər bu alqışlara görə bizim tamaşaçılarımız. Mən sponsorlarımız haqqında məlumat verəcəm, amma öncə bizə baxanları mən salamlayıram. Ekran vasitəsilə bizə hazırda çox yaxşı tanınan Azərbaycanın fəxarətçisi olan Füzuli müəllim baxır. Mən Füzuli müəllim sizi salamlayıram. Axşamınız xeyir olsun. Təkcə Kubin kəndi deyil, təkcə Masallı rayonu deyil. Bütün Azərbaycan sizlərlə fəxr eləyir. Alqışlayaq musiqiçilərimizlə bərabər alqışlayırıq. Füzuli Nəzərovu. Eşq olsun sizə və hazırda bizə baxırsınız. Bilirəm ki, bizim verilişi və bizim heyəti çox sevirsiniz. Bizə baxan bütün tamaşaçıları salamlayıram və verilişimizin baş sponsoru Sopsan boyaları haqqında mən məlumat verəcəm. Bəli, bu alqışların sədaları altında Sopsan boyaları ən etibarlı boyadır. Bu sloganı artıq bütün dünya belə deyək bilir. Çünki Alman texnologiyası ilə hazırlanıb artıq 13 ildir ki, Sopsan ticarət nişanlı dediyim kimi nəinki Azərbaycanda, bütün Avropada və bütün dünyada tanınan bu boya məhsulları özəlliyi ilə hər birimizin mənzilinin təmirində böyük rol oynayır. Belə ki, burada su əsaslı və sintetik boyalar da göz oxşayan gözəlliyi ilə bizlərin təmirində bir başqa cürə rəng qatır. Onu da deyim ki, Sopsan rəng istehsalı zamanı yüksək keyfiyyətdə qablaşdırma ilə də məşğuldur. 2 telefon nömrəsi var, şəhər nömrələrindən də onu vurğulayım. 447 1908 436 12 20. Digər təşəkkürlərimi bildirəm bizim verilişin digər sponsoru haqqında alqışlarınızla Gold Palace Şadlıq Sarayı haqqında mən məlumat verim ki, həqiqətən bugün də deyirəm, ötən verilişlərdə də deyirəm ki, demişəm və bugün də vurğulayıram ki, Sumqayıt sözün əsl mənasında hələ beləsini görməmişdi. Gold Palace Şadlıq Sarayı haqqında mən deyim ki, burada geniş rəqs meydançası var sarayda və inanılmaz mətbəxinin, inanılmaz təamlarının dadı var. Bunu dada bilərsiniz. Rəqsdə, toyda nə eləyərlər? Yeyərlər, içərlər, rəqs eləyərlər və ən əsası Səyyah müəllim yaxşı vurğulayar bizim səs rejissorumuz ki, səslənmə yüksək keyfiyyətdədir və səslənmə elə bir keyfiyyətdədir ki, yəni qonaqlar toydan gedəndən sonra səhərə qədər qulaqlarında hop-stopun ritmlərini eşitmirlər. Bəli, artıq toyda onu eşitdilər, bəs eləyir. 2 telefon nömrəsi var, onu vurğulayım. Bir telefon nömrəsi var, üzr istəyirəm, 055 830 70 30. Onu da deyim ki, Gold Palace Şadlıq Sarayında məşhur, populyar simaları görə bilərsiniz və onlardan da öncəliklə Səməd Səmədov, xalq artisti, alqışlayaq Səməd Səmədov və Qismət qrupunu da orada görə bilərsiniz. Və mən sevə-sevə digər sponsorumuz haqqında, amma alqışlarınızdan sonra məlumat vermək istəyirəm. Bəli, Wix məişət avadanlığı haqqında mən dəfələrlə məlumat vermişəm ötən verilişdə. İndi də geniş məlumat vermək istəyirəm. Belə ki, bax, görürsünüz, fenlər var, burada tərəzi var. Ötən verilişdə tərəzi haqqında məlumat verdim. İndi də məlumat verim bu tərəzi haqqında ki, adi tərəzi deyil Elbrus müəllim. Çünki bunun üzərinə çıxıb o elektron düyməcikləri vurandan sonra artıq heç nə eləmirsən. Rahat, əlin cibində o hesablayır ki, qardaş, sən neçə kilo olsan, bu səhvdir, neçə kilo olmalısan. Nə yeməlisən, nə içməlisən ki, həmin o normal kiloqrama gəlmək üçün. Həqiqətən qiyməti də çox normaldır. Ət maşını var ki, deyir, aşıq gördüyün çağırar, Mikail də gördüyün deyə bilər ki,
bizimkilər də evdə, yəni bu ət maşını mənim üzümü ilkin ağ eləyib və mən bunu alandan sonra, sözün əsl mənasında Quix'dən aparandan sonra artıq bizim evdə qonaqlar axışmağa başlayıb, Quix'in ayağı yüngüldür və bir 20 nəfəri yola verir bu Quix. Eşq olsun deyirik və Quix haqqında geniş məlumat verməzdən öncə mən vermişəm, digər dəqiqələrdə də məlumat verəcəm. Tozsoran haqqında məlumat verəcəm ki, bu tozsoran haqqında deyim ki, bax, çox səssizdir. İlkin ötən verilişlərdə də dedim, bu dəfə də deyirəm, məsələn, Allah hamının balasını sağlasın, bizim uşaq tozsoran səsindən qorxur. Amma Mənim özüm də qorxur, başım gedir onun səsindən, ondan geri alır. İlkin deyir, mən də qorxur. İlkin neçə yaşım var qadam sən? Nəysə, qorxursan amma, əvi yox, bizim uşağın bir yaşı var. Nəysə, dərinliyi incəliyə varmırıq. Tozsoranın səssiz tozsorandır, sözün əsl mənasında çox yaxşı da qiyməti var. Yəni, yaxşı deyəndə çox sərfəli qiyməti var və Quix, mən səni sevirəm. Bundan başqa sloganı yoxdur Quix'in. Alqışlayaq Quix'i və saz düzümünə görə Usta Eminə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Usta Eminin telefon nömrələri 050 747 33 33. Emin də bizə baxır. Emini də salamlayırıq və mənə məlumat verərək telefon xəttində tamaşaçımız artıq var. Bəli, alo. Alo. Salam aleyküm. Salam necəsiz? Mükəmməl. Əla, əla. Səsə bax. Həmişə əla olasın, mükəmməl. Alqışlayırıq bu səsin sahibini. Həmişə. Eşq olsun, kimlə danışırıq? Mən Lalə Laçınlı. Vay, Lalə Laçınlı. Eşq olsun Qarabağa, eşq olsun Laçınımıza, Kəlbəcərimizə, Cəbrailimiza, Qubaqlımıza. Füzulidə sonra deyəcəm, sizin yanınıza gəlib deyəcəm də. Füzulimizə eşq olsun deyirik. Əsasda Füzuli Laçın. Bəli, buyurun. Mən qonaqlarımızı salamlayıram. Bütün müğənnilərimizi də salamlayıram. Əsasən Manaf Ağayevdən mərd olursa Azərbaycanın marşını eşitsəm yaxşı olardı. Əla olar. Mərd olur. Aha. Təşəkkürlər Lalə xanım. Çox sağ olun və Azərbaycanın sözün əsl mənasında mərd oğulları bugün qonağımızdır. Manaf Ağayev, Azərbaycanın mərd oğlu da bugün mərd oğluyam Azərbaycan. Elə oldu da mahnı. Buyurun. Azərbaycan mənim elim, Azərbaycan mənim dilim. Azərbaycan mənim elim, Azərbaycan mənim dilim, mənim dilim. Doğransam da dilim dilim, doğransam da dilim dilim. Ana dilim ölen değil, özge bir dile çölen değil. Hem arasam hem de kürem, hem de kürem, hem de kürem. Hem arasam hem de kürem, akıp xəzənə döküləm. Dilim ölsə mən də yönləm, dilim ölsə mən də yönləm. Ana dilim ölən deyil, özgə bir dilək sülən deyil. Əciziyəm ayımız var, ayımız var, ilimiz var. Allahə illallah deyən dilimiz var. İnan ilə ya Azərbaycan xalqı, bizim bir-birimizdən başqa kimimiz var ya əziz.
Azərbaycanım. Güzel şalanım var, vətən səni ucalda, igid oğlum üzüm var. Ver olmuşsuz, qızılsız Azərbaycanım, anlayan qızılsız Azərbaycanım. Mənim olmuşsuz, qızılsız Azərbaycanım, anlayan qızılsız Azərbaycanım. Nidansız kedersini, kanallı babeksini, niyansız kedersini, uyur gebedeksini. Ver olmuşsuz, kızılsız Azərbaycanım, anlayan kızılsız Azərbaycanım. Ver olmuşsuz, kızılsız Azərbaycanım, anlayan kızılsız Azərbaycanım. Ver olmuşsuz, kızılsız Azərbaycanım. Teşekkürler. Manaf Ağayev, çok sağ olun. Ve telefon xəttində növbəti tamaşaçımız var. Alo. Alo, axşamınız xeyir Mikayıl bəy. Axşamınız xeyir olsun. Kimlə Azərbaycan danışırıq? xalqının zövqlü oğluna salamlar olsun. Var olun. Tamaşaçıların ürəyici olan bütün tamaşaçıların ürəyi istəyən ifaçıları dəvət elədiyinizə görə sizə təşəkkür edirik. Çok sağ olun. Kimlə danışırıq? Qəmirə xanım, Qəmirə Mərdəkandan. Hardan? Mərdəkandan. Əhli Mərdəkana bir gürültülü alqışlar geçsin. Əla. Sağ olun. Əla. Buyurun Qəmirə xanım. Mən Nigar xanımdan, o gözəl muğam oxuyan qızımızdan getmə gəl mahnısını sifariş eləmək istəyirəm. Hamınızı Təşəkkürlər. musiqiçilər də, tamaşaçılar da salamlayıram. Var olun, sağ olun. Sağ Bir olun. daha alqışlayırıq sizləri. Sağ olun. Sağ olun. Getmə. Mən bilmə hansı mahnıdır bu? Yəqin ki, Seyid Hüsnü Bayat Şiraz olar yəqin ki. Bayat Şiraz. Aha, Rəhman deyir Səyid Rüstəmovdan. Buyurun. Alqışlarla Nigar Şabanova. Nigar, buyur.
Yeni Mecnun deyərlər mənə ki, bildilər yar istəyirəm, mən səni Leyla qədəri Məndə var əhdə vəfa, səndə gülüm cömrü cəfaya. Məndə var əhdə vəfa, səndə gülüm cömrü cəfaya. Mən bu dünyada səni yeni cənnət bildim. Mən bu dünyada səni yeni cənnət bildim. Bu səbəbdən səni sevdim, bu səbəbdən səni sevdim. İki dünya qədəri Güzeller sultanı ben eyle şahı, ama gözlü yarım geçme. Güzeller sultanı ben eyle şahı, ama gözlü yarım geçme. Derdinden tersten çekerim ahı, ama gözlü yarım geçme. Teşekkür Nigar Şabanova. Nigar, heç yere getmirik. Getmə amandı deme. Bak yaxına gel. Nigar Şabanova buradadır. Manaf Ağayev burada və İlkin Əhmədov burada. Və bir yerdə gəl elə baxaq ekrana və deyək. Bax balaca nə gəlir? Reklamlar gəlir, reklamlar. Bəli, çox dinamik başladılar. Hamı gözləyir ki, məndən elə ansamblın müşayiəti kimi məndə danışım. Elə danışsam nəfəsim kəsilər, ay Cavad. Elə ritmika ilə başlamayaq. Alqışlayaq bir ansamblı da sevmiş onun.
sevimli ansamblı və onu da vurğulayım ki, bax bu gördüyünüz Nofər Süleymanovun başçılıq elədiyi ansamblla düz bir il bundan öncə birləşmişik və bu birlik davam edir və bu beləcə də olacaq. Təşəkkürlər uşaqlar. Çox sağ olun, bizlə bərabərsiniz və sponsorlara keçid almazdan öncə əziz tamaşaçılar onu deyim ki, bizə reklam fasiləsində Aşıq Telli Borçalı zəng eləmişdi və Telli Borçalı bizləri salamlayır, biz də Telli sizi salamlayırıq və Nazənin xanım bizə baxır və bugün Nazənin xanımın oğlu Orxan müsəlman olub, bir ona da alqışlar əlmağan eləyək. Və nəinki sıravi tamaşaçılar bizə sənətkar, müğənni tamaşaçılarımız da baxır. İlla ki da Aşıq Telli ola. Telli növbəti həftələrin birində yenə burada bərabər rəqs eləyəcəyik. Və Telli xanımı da bir alqışlayaq. Gürültü və alqışlayandan sonra keçid alırıq verilişimizin baş sponsoru Sopsan boyaları haqqında mən sizlərə bir daha məlumat verim ki, Alman texnologiyası hazırlanıb və düz 13 ildir ki, Sopsan ticarət nişanlı nəinki Azərbaycanda, bütün Avropada, bütün dünyada tanınan bu boya məhsulları özəlliyi ilə hər birimizin mənzil təmirində böyük rol oynayır. Su əsaslı və sintetik boyalar göz oxşayan gözəlliyi ilə bizlərin təmirinə bir başqa cürədə rəng qatır. Və onu da deyim ki, burada laklar, şpaklyovkalar, Hamilton və sənaye boyaları, eləcə də yol cizgi boyaları da öz keyfiyyəti ilə bizlərin xidmətindədir ki, telefon nömrəsi var, şəhər nömrələrindən də bir daha nəzərinizə çatdırım. 447 1908 436 12 20 İlkin Əhmədov və onu da deyim ki, əziz tamaşaçılar, Gold Palace haqqında məlumat verməzdən öncə Gold Palace'da möhtəşəm endirimlər başlayıb. Bilirsiniz ki, yay fəsli, toylar fəsli deyirlər yay fəslinə. Eşq olsun Gold Palace'a ki, bu gözəl şəraiti bizim subaylar üçün yaradıb və bu şəraitin içində nələr var, mən Mikail mütləq vurğulayacağım ki, dadlı yeməklər öz yerində, rəqs meydançası çox genişdir, istədiyiniz mahnını sifariş edib, istədiyiniz kimi qolaşa bilərsiniz və süzə bilərsiniz orada, çünki böyüdür rəqs meydançası. Bəli, ağ rəngdə saraydı, ağ rəngdə işlənmiş saraydı. İlkin Əhmədov vurğuluyub, mən də təbii ki, onu da əlavə elədim bugündən, bax bu siyahiyə. Və sərfəli qiymətləri var, o möhtəşəmliyə baxmayaraq hamını qorxuzmasın. Çox sərfəli qiymətlər var, subayların nəzərinə çatdırım. 2 zalı var, elegant zalı, eləcə də kristal zalı. Onu da vurğulayım ki, bütün dəyərli sənətkarlarımızı məhz Gold Palace'da görə bilərsiniz. Başda Səməd Səmədov və onun qismət qrupu olmaq şərti ilə. Ünvan Sumqayıt şəhəri 17-ci mikrorayon, telefon nömrəsi 055 830 70 30. Və digər sponsorumuzu da bir alqışlayaq. Quix haqqında mən sizlərə bir daha məlumat verəcəm. Quix'dən, bax bu elektrik fırını var, sobalar deyirlər də Nigar bizdə. Bunda nələr pişirmək olur? Bunu yəqin xanımlar... Çörək də olur. Zəhmət olmasa. Misal üçün biz istifadə edirik, grill bişirilir, çörək bişirilir onda, gözəl qızartma yeməkləri, toyuq qızartması siz filan, təsəvvür hər şey. edirsiniz. Bundakı kət çolpasını gətirirsən, Quix'də, bax bunda ki qızardırsan, oturursan Ağasət müəllimlə, Elbulus müəllimlə bərabər, bunu ötürürsən. Mənim mamam kimi quz ətindən antrikotlar düzülür, quyruqları da qoyur, qızardır, mən də onu yemək. Mamanıza quzu kəsin. Eşq olsun deyirik və Quix, mən səni sevirəm və Quix'də digər fenlər var, tərəzilər var, şirə çəkənlər var ki, yəni heç bir əlavə qalıq saxlamır. Nə lazımsa o şirəni çəkir, o şirəni də nələrinsə üstündən ötürürsən, gedir ləzzət eləyir. Eşq olsun Quix'ə və telefon xəttində tamaşaçımız var. Alo demək istəyirik, alo. Alo, Salam, aleyküm. Axşamınız xeyir. Mikaillə sizi, sizin qonaqlarınızı, müğənnilərinizi hamısını salamlayıram. Biz də sizləri salamlamaq istəyirik, amma adınızla müraciət edəyək. Çox sağ olun. Kimdən danışırıq? Mən Elmir xanımam. Demək, mən zəng gəlmişəm, öz fanatım var. Mən onu çox sevirəm. Vurğunam onun sənətinə, onun böyüklüyünə, onun necə deyirlər, çox bilən, oxuyan, qəşəng, həm də savadlıdır, çox savadlıdır. İlkin Əhmədov. İlkin Əhmədov. Mən onu şəxsən 2005-ci ildən bu günə qədər izləyirəm bütün kanallarda. Mən oradan İzzətdə olmuşam, İctimai'da, sonra ATV'da. Mən həmən Elmira xanıma, Net Akademiyasında işləyirəm, mən sizin sənətinizə çox vurğunam. Siz doğrudan da layiqli bir
insansınız, müğənnisiniz. Sizin gələcəyiniz bundan da parlaq olacaq. Vallahi sözüm yoxdur. Təşəkkürlər, maşallah. Nə qədər danışdınız sözünüz, əlbəttə ki. Alqışlayırıq Elmira xanımı. Elmira xanım, hansı mahnını sifariş edəcəksiniz? Şikayetim var, o bu mahnıya mühür qoyub. Bilirsiniz, çox qəşəng. Onun muğamları doğrudan da adamı oturan yerdə bir çox uzaqlara aparır. Qəşəng bir zövq verir. Elmira xanım, hansı mahnını istəyirsiniz? Şikayetim var. Aha, şikayətim var. Bəli. Alqışlayaq. Elmira xanımın da ünvanı bu alqışlar gedir və şikayətim var. Şikayətin kimdən də hazırda biləcəyik. Buyurun ki. Şükürlər olsun. Bugün ancaq mənim şükürlərim var. Allaha şükürlər edirəm ki, mən bugün buradayam və bir şeyi qeyd etmək istəyirəm ki, qeyd elədi yerindəki 2005-ci ildə muğam müsabiqəsi ilk dəfə olaraq, əlbəttə ki, gözəl kanalımız olan, dəyərli kanalımız olan Space Tele kanalında yayımlandı və böyük də bir auditoriya qazandı. Dünya ölkələrinə yayımlandı. Dünya ölkələrindən zəhlər gəlirdi təbii və o vaxtı elə həmin vaxtdan, həmin müsabiqədən, bax burada bir səhnə var idi, gözəl bir səhnə. Məni dəstəkləyən, mənim həddindən artıq əziyyətimi çəkən bir gözəl insan var. Cəbrayılın Şürbəli kəndindən Musa müəllim. Mən onu salamlayıram burada. Dünən onun ailəsində çox gözəl bir hadisə oldu. Evladı ailə qurdu. Bir alqışlar. Ay, nə gözəl. Alqışlayırıq. Musa müəllim, təbrik edirəm evladınızı. Allah onu yarayanlardan eləsin. Çünki siz bizim musiqimizə həddindən artıq bağlı insansınız, muğamımızı sevirsiniz. Eşq olsun muğamımızı yaşadanlara, muğamımızı, sənətçilərimizi, belə dəyərli sənətçilərimizi qiymətləndirən Azərbaycan xalqı var olsun deyirəm. Eşq olsun deyirik və İlkin Əhmədov şikayətim var. Şükür eləyən İlkin Əhmədov görək şikayət edəcək. Sevdim sen sevmek, oy böyle olsun. Sana demeye özüreceğim, yürek özün dilerse
hürmetimle de var olaydı. Düşmezdim dalınca her vefasızın. Yehdinden dönmeyen yarım olaydı. Başına geleceğen düşe, sevinç keder her insana ten düşe. Koymazdım ki kara saçadan düşeye gerelde ihtiyarım olaydı. Ömrüm neresinde gizlendim bu sınav. Ömrüm beresinde gizlendim ey kuzum. Namerdanlar vurmaktı gezdim. Mene şad günümde can diyen dostum. Dar günümde havadarım olaydı. Sana nerem kurban yaman yaman Manaf məlimi bir almış, yaxşı. Heç bir manaf. Ay bir gece yarının hoş efalını gördüm. Bir gece yarının hoş efalını gördüm. Vurmuştu gönlüne şu sesini bir de bağlı gördüm. İşk aleminin mincemin bağlı gördüm. İşk aleminin mincemin bağlı gördüm. Hacer buyurmuş, Meksiye alem Hacer gitti. Efsus ki yarın gece geldi, gece gitti. Hiç bilmedim bu zaman ömrüm nece geldi, nece gitti. Gördüm onu ben söyledim ey sana kurban. Gördüm onu ben söyledim ey sana kurban. Ben keyfiymiş ben görürüm bana meyban. Öptüm yanağımdan uzandı yol diyen armağan. Derdim çoğalım dertli yarım gece geldi. Efsus ki yarım gece geldi gece gitti. Hiç bilmedim bu zaman ömrüm nece geldi. Eşk olsun. Sağ olun. Arzusudum, arzu dileğim. Vatan arzusudur, arzu dileğim. Azerbaycansız bir anda dözmez yüreğim. Çemenden salmayan gönül şişeyim. Bağlardaydı tükenmez bağrım olaydın ya. Dileğim Güleylim gelsen mənam yer sözüm. Güle güle her söz deyərlər üzə. Aziz dostlar, ömrünüz her zaman boy kalsın teze. Xəzan vurmayız bir bahar olaydı. Aman 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 ay canım aman nazlı.
bahar qucağındaysa hərlər Nazlı bahar qucağındaysa hərlər Sərin sərinə səyirlər gözəldir Sərin sərinə səyirlər gözəldir Şiş dağlardan coşa coşa süzülər Ay şiş dağlardan coşa coşa süzülər Şəlalələr buz bulalar gözəldir Şəlalələr buz bulalar gözəldir Ey gözəldir, yaşaydır Başdan başa tamaşadır bu vətən Başdan başa tamaşadır bu vətən Atlas meşə yaşıl yamal göysəmən Atlas meşə yaşıl yamal göysəmən Bu yerlərdə arələr gün yansəmən Bu yerlərdə arələr gün yansəmən Bu sənlərdə qızıl günlər gözəldir Bu sənlərdə qızıl günlər gözəldir Gözəldir, yaşaydır Teşekkürler İlkin Əhmədov və Novxan Süleymanovun canına and olsun ki balacadır. Balaca reklamlar gəlir. Bəli, balaca reklamlardan sonra daha gürültülü alqışlarla keçid aldıq sevimli şovumuza. Bəli, verilişimizin baş sponsoru Sopsan boyalarıdır ki, mən az sonra daha geniş məlumat verəcəm, yenə məlumat verəcəm daha doğrusu. Verilişimizin digər sponsoru Gold Palace'dır, Gold Palace haqqında da geniş məlumatlarım olacaq və Quix verilişimizin 3-cü sponsorudur. Təşəkkürlərimizi bildiririk və az sonra dediyim kimi məlumat verəcəm və həmişə olduğu kimi bugün də bizim tamaşaçı auditoriyası çoxdur, genişdir. Mən baş əyirəm bir daha sizlərin qarşısında ki, bizlərə şərəf verdiniz, gəldiniz və mən baxıram, bayaq da maraq mərimdə gəlirdi digər dəyərli qonaqlarımız da ki, bugün tamaşaçılar sırasında və inşallah gələcək verilişlərimizdə Teymur Gözəlovu da görə biləcək. Teymur Gözəlov xoş gəlib, sabah gətirib. Salamlayırıq Teymur müəllimi də, eşq olsun deyirik. Teymur müəllim, gəlin səhnəmizə və səhnəmizdə bugün yəqin ki, tamaşaçılarımız da bilir, Teymur Gözəlov ana mahnısı ilə Azərbaycan səhnəsində öz möhürünü vurdu. Bəlkə bugün balaca bir sizin ifanızı eşidək. Olar mı elə? Buyurun və hansı mahnı olacaq Teymur müəllim? İlk öncədən mən bütün, necə deyirlər, bu bizim yanımızda, bizim yaxınımızda oturan tamaşaçılarımızı salamlayıram, musiqiçilərimizi salamlayıram. Eləcə də Azərbaycan xalqımızı salamlayıram, bizi televiziyada qarşısında izləyən tamaşaçılarımızı salamlayıram. Və sizlər üçün mən bugün Elə Bəndəm musiqisini ifa edəcəm. Buyurun, Elə Bəndəm ifa eləyin və tamaşaçılarımız da yenə sizin ifanıza bənd olsunlar.
bir şirin dile benden. Teşekkürler değerli müğənnimiz Teymur Gözəlov, var olun və Teymur müəllim, mən elə gəlir ki, sizin növbəti verilişlərimizdə də görmək olacaq inşallah. Teşekkürlərimizi bildiririk və telefon xəttində tamaşaçımız varmı? Bəli, var, maşallah. Alo. Alo. Selamun aleyküm. Salam, axşamınız xeyir Mikail Bey. Akşamınız xeyir olsun. Kimlə danışırıq? Elmira xanımdır, sizi narahat edir. Elmira xanım, buyurun. Qətiyyən bizi narahat eləmişsiniz. Bizə şərəf verirsiniz. Mən sizi və dəyərli qonaqlarınızı salamlayıram. Çox sağ Və olun. mənim xahişim Manaf bəydəndir. Biz onu çox sevə-sevə dinləyirik. Onun Sizdən. səsinə, onun mahnılarını çox hörmətimiz var. Biz onu çox sevirik. Ondan görə də ondan saçlarını yol gətirməyimizi çox xahiş edərdik. Bəli, Manaf Ağayevin ifasında dəfələrlə eşidilir və bugün də eşidiləcək. Çox sağ olun və Manaf Ağayev saçlarını yol gətir. Sonra saçın tökülməyinə qarşı dərmanlar var. Habib sevenleme benim yaramı. Beni bu derdele salamı getir. Kabul etme bir gün eksik olursa. Benden bu yavrumun salamı getir. Gecede bu getir, saçlarını yol getir. Benden bu yavrumun şalanı getirler. Gecede bu getir, saçlarını yol getir.
Teşekkürler Manaf Ağayev ve güzel bir ifa. Çok sağ olun. Teşekkürler. Çok sağ olun ve aha yine telefon xəttində tamaşaçımız və mən bu dəfə inanacaqsınız. Raminin canına and olsun balaca reklamlardır. Reklamdan sonra sizə bağlanırız. Çok gür alqışlarla kesit alırıq. Verilişimizin baş sponsoru haqqında mən məlumat verəcəm. Gür alqışlar. Dedim, aha, teşekkürler. Çok sağ olun. Sopsan boyalardır bizim verilişin baş sponsoru. En etibarlı boyalardı İlkin Əhmədov. Və onu da deyim ki, Alman texnologiyası ilə hazırlanıb və artıq düz 13 ildir ki, Sopsan ticarət nişanı ilə nəinki Azərbaycanında artıq bütün Avropada və bütün dünyada tanınan bu boya məhsulları özəlliyi ilə hər birimizin mənzil təmirində böyük rol oynayıb və oynayacaq. Su əsaslı və sintetik boyalar göz oxşayan gözəlliyi ilə bizlərin təmirinə bir başqa cürə rəng qatır. Onu da deyim ki, Sopsan rəng istehsalı zamanı eyni vaxtda yüksək keyfiyyətdə qablaşdırma ilə də məşğuldur və bu da Sopsan istehsalçılarının yüksək peşəkarlığından təbii ki, xəbər verir. Burada laklar, şpaklyovkalar, Hamilton və sənaye boyaları, yol cizgi boyaları da öz keyfiyyəti ilə sizlərin və bizlərin xidmətindədir ki, telefon nömrəsi var 447 1908 436 12 20. İkisi də şəhər nömrələrində. Təşəkkürlərimizi bildiririk və alqışlarla kesit alırıq. Bizim verilişin digər sponsoru olan Gold Palace Şadlıq Sarayı haqqında mən məlumat verim ki, Gold Palace Şadlıq Sarayı Sumqayıt şəhərində 17-ci mikrorayonda yerləşir və onu da mən özümə borc bilirəm deyim ki, ürəkdən vallahi billahi deyim ki, Sumqayıt hələ beləsini görməmişdi. Çox möhtəşəmdir. Və mən deyim ki, bütün subaylar artıq aldığım məlumata görə axşır məhz Gold Palace Şadlıq Sarayında toy etmək üçün və toy mövsümüdür və toy mövsümü hər iki il qabaqla payız da toy mövsümü sayılır. Ümumiyyətlə ilimizin hər bir ayı toy mövsümüdür. Odur ki, Gold Palace Şadlıq Sarayından lazımınca bəhrələnin. Burada elegant zalı var, çox gözəldir. Kristal zalı da var və burada qismət qrupu Səməd Səmədov başda olmağına sizlərin xidmətindədir. Təbii ki, öz avazı ilə, öz səsi ilə. Telefon nömrəsini xatırladım 055 830 70 30. Təşəkkürlər Gold Palace deyirik və kesit alırıq. Guix haqqında məlumat verəcəm Azərbaycanda və artıq belə deyək Azərbaycandan kənarda da Guix məişət avadanlıqları sözün əsl mənası da bir nömrədir. Xanımlar mənim sözümü dəstəkləyir. Dəstəkləyirsə xanımlardan bir alqış alaq. Bəli, bütün xanımlar alqışlayır. Elə qonağımız Nigar xanım başda olmaq şərtinə reklam fasiləsində Nigar xanımın anası da vurğuladı ki, bizdə demək olar ki, hamısı deyil, amma bəzi məişət avadanlıqları elə ət çəkən olmaq şərti ilə Guix-dəndir. Amma deyir, toz soranımız yoxdur. Sizə toz soran, yəni Guix-dən toz soran yoxdur. Bu biraz belə toz soran yoxdur. Aha, Guix-dən mütləq sizə toz soran hədiyyə veriləcək. Səssiz toz soran, ilkinin qorxduğu. Toz soran deyil bu. Səssiz toz sorandır. Bəli, əziz tamaşaçılar, bir daha deyim ki, bax bu gördüyünüz rejissorumuz göstərir. Toz soran səssizdir. Səssizdir, qətiyyən səs eləmir və enerjiyə də çox sərfəlidir. Və onu da deyim ki, qiyməti də çox sərfəlidir və burada ütülər var ki, uşaqlı evə bu ütülər həddindən artıq lazımdır. Yəqin ki, uşaqsız ev yoxdur və bütün evlərə uşaq qismət olsun. Bu ütülər, məsələn, uşağın əli gəldi, dəydi və yaxud da qapının zəngi çalında, indi qısqanc ərdir, yəni belə səbri çatmır. Gəldi, qapını döyəndə, qadın gəldi, əli dəydi, ütü yıxıldı yerə. O qapını açıb gələnə kimi, əgər Guix-dan olmasa, ütü ev eşiyi yanacaq. Məhz Guix-dan alın ki, əl toxunsa belə, ütü aşır, aşan kimi özünü itirir. Yəni ki, o bütün elektrikdən ayrılır. Bütün istiliyi zadı yadından çıxardır və qətiyyən təhlükəsizdir. Alqışlayaq bir Guix-i. Guix, mən səni sevirəm deyirəm və Eminə dərin təşəkkürlərimizi bildiririk. Emin sözün əsl mənasında sənətinin ustasıdır. Usta Emin saz düzünə görə dərin təşəkkürlərimi bildirirəm. Bütün bəylərimiz üz tuta bilərlər. Sözün əsl mənasında əsl kişilər buyursun getsin. Usta Eminin yanına Usta Eminin telefon nömrəsi 050 747 33 33. Telefon xəttində tamaşaçımız var. Alo. Alo, salam aleyküm. Salam aleyküm. Axşamınız xeyir. Axşamınız xeyir. Kimlə danışırıq? Samir Dubəydə danışıram.
Buyurun, buyurun. Buradan size ve qonaqlarımı salamlayıram. Burada Lökbatan qəsəbəsi adından bütün orada oturan tamaşaçıların hamısını salamlayıram. Əhli Lökbatana da bir alqışlar geçsin. Lökbatan deyiləndə bizim verilişin prodüseri Elvin yadıma düşür. Bir də Elvin də alqışlayaq. Onda buradan Elvin qardaşımıza ben salamlar. Aleyküm salam və buyurun sifarişiniz kim olacaq? Nigar xanımdan zəhmət olmasa bir mahnı istəyərdik. Aha bir mahnı. İstənilən bir mahnı olsa olar. Gəl bizə yar olsun. Hansı mahnı üzr istəyir? Gəl bizə yar. Gəl bizə yar. Təşəkkürlərimizi bildiririk və Nigar Şabanova. Buyurun. Ay dağlar səndən gözüm var, ay dərdə məndə gözüm Ay dağlar səndən gözüm var, ay dərdə məndə gözüm var. Xəbər verin yar gəlsin, ay ürəyimdə sözüm var. Xəbər verin yar gəlsin, ay ürəyimdə sözüm var. Gəl bizə, gəl bizə, gəl bizə yar, qurbanam o qaş gözə yar. Gəl bizə, gəl bizə, gəl bizə yar, qurbanam o qaş gözə Yenə ay tövbə evimi, yenə ay tövbə evimi, eşik xarab etmədədir. Ay aman. Aşığım iftarımı sevdam eynan etməndedir. Könlüme bir meleğin sevgisi ot saldı onun ayağım ayağım, ayağım ayağım, ayağım ayağım. Könlüme bir meleğin sevgisi ot saldı onun adı Zehra Günan'ı, adı Zehra Günan'ı, canı hesap etmədədir. Ay Əziz dost gəl gedək bizim əllərə. Könlün nə istəsə var bizim əldən. Əncini ayağım Əncini üzümü bana dinlər əzməli. Heymən qara baldarlar qara balda. Hayla vala 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 vala.
Eşk olsun. Kasırlar açır duygularımda İlil hem kışıyım hem yazıyım ben Ana taraflarım bilim bu benim bayamam Anam Karabağ'ım benim muğanım Sizden benim kim yaşkına yanım Başına döndüğüm Azerbaycan'ım Gel kürüyem ben arazıyım ben Arazıyım Arif anamın sevgili canan vatandır Hayat namusu ya Bir başkasına bilen değil Könlü bir başkasına bilen değil Gözle yolumu yer Aman 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 da dünya Daday kara göz yarım benim Gül yarım benim Kara göz yarım benim Gül yarım benim Sensiz yaşayabilmem Sensiz baharım benim Sensiz yaşayabilmem Sensiz baharım benim Gel gel ahım olsun Dertlerimin şarabı Gel gel ahım olsun Dertlerimin şarabı Eşkin oduna yandan Yar başına dolandan Eşkin oduna yandan Yar başına dolandan Eğer beni unutsan Bir an olup kalan Eğer beni unutsan Bir an olup kalan Dertlerimin şarabı Dertlerimin şarabı Gel gel ahım alasın Dertlerimin şarabı Çok sağ olun bu güzel ifalara göre de yine bu defa Aydın'ın canından da olsun. Yine bana reklamlardı. Reklamlar.
bax balası reklamlardan sonra daha gür alqışlarla. Niye sen gidi alqışla? Yox, sen gibi maşallah olsun. Alqışlarla yenə sevimli şou davam eləyir və mən verilişimizin baş sponsoru Sopsan boyalarına dərin təşəkkürlərimi bildirmək istəyirəm. Digər sponsorumuz Gold Palace və üçüncü sponsorumuz Guix məişət avadanlıqları haqqında mən geniş məlumat verəcəm. Təbii ki, az sonra bizə baxan tamaşaçılar arasında Müşfiq müəllim var ki, həmişə bizimlə bərabər olur. Amma bugün Müşfiq müəllim bizi televiziya vasitəsilə izləyir və Müşfiq müəllimin adından elə öz adımızdan da Hacı Ruslanın bugün ad günüdür. Hacı, alqışlar sizin ünvanınıza gəlir. Var olun, sağ olun. Getdiyiniz yola qurban olaq Hacı. Eşq olsun deyirik və Elbrus müəllim də qoşulur mənə, Ağasət müəllim də. Təbii ki, biz də o yönümdə olan insanlarıq. Və mən Humanitar Kollecin bütün heyətini salamlayıram. Çünki bizim Aydın, Sinsat ifaçısı və Qarman ifaçısı Rəhman həmin Humanitar Kollecin məzunlarıdır. Eşq olsun deyirəm, alqışlayırıq o gözəl təhsil ocağını. Aha, Aydın hələ ki davam eləyir, oxuyur. Sən hələ mala doysan. Bəli, tamaşaçılarımızdan telefon xəttində olanlar var. Bəli, alo. 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 Aha, telefon xəttindəki tamaşaçımızı hələ ki eşidib. Aha, qoşulacaq. Manaf mən nəsə deyirdiniz? Mən bir şey unutmuşam Mikail. Mən üzr istəyirəm, yəni yarım dəqiqə vaxtınızı alacağım. Mənim sənətdə və həyatda kiminsə bir arxası olur da. Mənim dostum bir böyük bir şəxsiyyət İlham Qasımovun dünən ad günüydü. Mən bu gün də olsa onu təbrik edirəm. Biz də qoşuluruq bu təbrik. İlham müəllim, təbrik edirik sizi. O mənim böyük qardaşımdır, belə deyərəm. Həmişə mən arxa olub, ona görə özümə borç bildim. Gec də olsa təbrik edeyim onu. Var olsun İlham müəllim deyirik və alo. Alo. Salamun aleyküm. Salam aleyküm, axşamınız xeyir. Axşamınız xeyir olsun. 12-nin yarısında biz kimi eşidirik? Manaf bəyin fanatıdır, Günay xanım. Günay xanım, buyurun. Biz Manaf bəyin fanatı olaraq bütün Manaf bəy fanatlarını salamlayırıq. Biz onu laf çox istəyirik. Bütün ailəmiz onu qulaq asır və başda mən olmaq şərti ilə. O bizim əvəz olunmazımızdır, hər şeyimizdir. Mən indi bilirəm ki, otur indi İlkin bəy oxumalıdır. Amma bir də onu qeyd edim ki, Manaf bəy, siz oraya yaraşığısınız. İşıqlandırmışsınız əməli başda oranı. Təşəkkürlərimizi bildiririk, amma mən belə anladım ki, sifarişiniz İlkin Əhmədov olacaq, yoxsa? İlkin müəllimin də oxumalıdır bildiyimə görə, amma... Alo. Telefon xəttində tamaşaçı. Hansı mahnını istəyirdi? Biz ondan ala bilmədik. İlkindən istəyirdi mahnını. Manaf Ağayevdən istəyirdi. Aha, nədən oldu mahnısını istəyirdilər? İlkin Əhmədovdan. Təşəkkürlərimizi bildiririk. Şəfqə xanımın bəstəsi olan Nədən olduğun gələcək. Buyurun. İlkin Əhmədovun ifası və ondan sonra təbii ki, digər qonaqlarımız da ifası olacaq.
Səsin həmin səs baxışına gedirsən, səsində yad olsun barına. Sən dəniz qaynında yatılmış çiçək, üstünə dalğalar atılacaq. Saxta məhəbbətin, saxta sənətdək, nə varsa üstünə tutulacaq. Döşərib yollar tək ayaqlarına, sənə yalvarım bu mümkün deyil. Qoymaram eşqim tək büqarımsına, şərəfsiz yaşamaq ömür gün deyil. Aman, aman, aman. Demirəm sən uza bir dansan əyil, demirəm qalıbdır əlazım sənə. Nə məndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm əlazım sənə. Getmək istəyirsən, nə danış nə din. Getmək istəyirsən, nə danış nə din. Yox neyimi sevmiştin, axı bilmirəm. İndi isə yüzeyib görürsən məndə. Sənlər mənə bir ömürlük xatirə, məndən sənə qalacaq bilmirəm. Sənlər mənə bir ömürlük xatirə, məndən sənə qalacaq bilmirəm. Səhvimdən baş üstə baş fikirəm, niyə uçdu bu qalacı bilmirəm. Səhvimdən baş üstə baş fikirəm, niyə uçdu bu qalacı bilmirəm. Gözler bana gül yazmalı unuttu, gülüm gülüm güllerini bulup. Gözler bana gül yazmalı unuttu, gülüm gülüm güllerini bulup. Bu sevgiden kim uduzdu, kim oldu, pişmanı kim olacak bilmirəm. Bu sevgiden kim uduzdu, kim oldu, pişmanı kim olacak bilmirəm.
unuttum. Gülüm gülüm günlerimi unuttum. Günler bana gül yazmalı. Gülüm gülüm günlerimi duruldu. Bu sevgiler kim unutsun, kim Unuttum. İşim alın kim olsa bilmiyorum. Bu sevgiler kim unuttu, kim unuttu. İşim alın kim olsa bilmiyorum. sevgiler kim unutsun, kim unutsun. İşim alın kim olsa Bu sevgiler kim unutsun, kim unutsun. İşim alın kim olsa bilmiyorum. Teşekkürler. Çok sağ olun. Ve Cavadın canından da olsun. Balaca reklamlardır. Reklamlar. Bəli, verilişimiz davam eləyir. Bir daha gürültülü alqışlar xahiş edirəm sizlərdən. Bəli, qətiyyən yorulmamışıq. Əksinə feyziyab oluruq bu gözəl ifalardan və mən istəyirəm bir daha dərin təşəkkürlərimi bildirəm. Bizim verilişin baş sponsoru olan Sopsan boyalarına. Sopsan boyaları həqiqətən ən etibarlı boyalardır. Və telefon nömrələrini xatırladım. 447-1908, 436-12-20. Təşəkkürlər Sopsan deyirik və Gold Palace Şadlıq Sarayı bizim verilişin ikinci sponsorudur ki, Gold Palace Şadlıq Sarayı həqiqətən öz möhtəşəmliyi ilə, öz əzəməti ilə Sumqayıtda göz oxşuyur. Baxanların gözünü oxşuyur və subaylar bugün yalnız və yalnız Gold Palace'da mənim toyum olacaq deyirlər və telefon nömrələrini bilməyənlər bir daha deyim ki, diqqətli olsunlar. 055-830-70-30. Təşəkkürlərimizi bildiririk və digər təşəkkürlərimiz gəlir bizim verilişə yaraşıq verən Quix məişət avadanlıqları bizim verilişin 3-cü sponsorudur. Dərin təşəkkürlərimizi bildiririk Quix'ə və Quix həqiqətən də kişilərin üzünü xanımların yanında ağ eləyir. Yəni, istər ət maşını, istər şirə çəkən, istər elektrik sobası, istər tostoran, il axır. Bəli, dərin təşəkkürlərimi bildirirəm Usta Eminə, saç düzümünə görə və sizlərə dərin təşəkkürlərimi bildirirəm ki, bax, bu axşam bizlərlə yenə bərabər oldu. Studiyada əyləşən tamaşaçılarımız var olun deyirik və qonaqlarımıza dərin təşəkkürlərimi bildirmək istəyirəm. O başdan gələk. İlkin Əhmədov, İlkin, sözün əsl mənasında sən bu səsinlə, bu avazınla göstərirsən ki, məhz Üzeyirlər getirən, Yaqub Məmmədovlar getirən Azərbaycan evladısan. Təşəkkürlərimizi Çox sağ olun, çox minnətdarım. Avaza görə. İlkin, öpürəm hamınızı. var ol, Allah razı sağ olsun. ol. Sağ olun, çox sağ olun. Nigar xanım ilk dəfədir və bilirəm ki, o yəni şablon kəlmə olmasın, axırıncı deyil, axarıncıdır. Bu, İnşallah. Yəni, bu sözlər tanışdır. Ağasət müəllimə, Elbrus müəllimə və axarıncı olsun deyirik, çünki sizin ifanız həqiqətən də bir gözəllik gətirdi. Çox sağ olun, həqiqətən mən də bu günləri bugünkü verilişimizdən və gözəl sənətkarlarımızdan böyük bir zövq aldım. Mənə dəstək oldular, bir-birimizə dəstək olduq ifalarımızla və mən bu günləri ilk dəfə olduğu üçün ürəyim biraz doludur. Buyur, buyur. Demək, bizim sabahları ailədə toy bayramdır. Çünki ailədə 3 nəfərin doğum günüdür. Ay maşallah. Halam qızının, yox, dayım qızının doğum günüdür. Naibən onu təbrik edirəm. Əmimin doğum günüdür. Eyvaz əmi təbrik edirəm və ailəmizin bircə giləsi olan bacımın oğlunun, Əli balamızın doğum günüdür. Sizin üçünüzü də səmimi qəlbdən təbrik edirəm. Təşəkkürlər, Nigar, var ol, sağ ol. Çox sağ ol, təşəkkür edirəm musiqiçilərimizə də. Sağ olun və inşallah yəni tez-tez görəcəyik səni və avazını da bu sevimli şovda tez-tez eşidəcəyik. Manaf Ağayev, buyurun, bugün də sizə eşidək. Qardaş, sənə dərin minnətdarım bildirirəm. Çox gözəl veriliş oldu. Mən elə gəlir ki, cəmaat dincəldi. Bəyəxları reklam arası deyirəm ki, Nigar sən halalsan, deyir Kürdəmir, deyirəm ki, zarafat eləmə, doğrudan halalsan. Deyir ki, vallahi Kürdəmir. Dedim, yox, buradan yuxarını o Qarabağlıdır, çünki Kürdəmir oxumağı yoxdur. Çox sağ olsun, gözəl oxudu, çox bəyəndik. Allah onun daha böyük yerədən səsin gəlsin. Elşad Qarayev sizlə tutaşacaq. Elşad Qarayev. Yox, təbii ki, bu zarafatdır. Təbii ki, bu zarafatdır. Hər yerin yaxşı oxuyan da var, pis oxuyan da var. Yaxşı oxuduğu üçün onu dedim, istədim özəlləşdirəm. Deyəm bizimkidir, o da alınmalı. Çox sağ olsun. Təşəkkürlərimizi bildiririk hər üç qonağımıza. Bəli,
Gələn həftə də çox maraqlı olacaq, amma bitirmirik. Veriliş hələ bitmir. Hər üç müğənninin birgə ifasını eşidəcəyik. Gələn həftənin birinci günü də aləm bir-birinə dəyəcək. Ona görə də bizə mütləq baxın. Hələlik. Yanımda mı intihsazı füzüzen gelenden senin o sürgün bakışların saldı beni kemenden artık giz olsan sevgi ne sende var ne bende ben bu iki genç gençliğimden bir hatire saklaram İlk məhəbbət yada düşər, həzin-həzin ağlaram. Könlümə inan verdim, bilmem benim ben sesi. Gözlerim seni gördü, oldu binler sesi. Kömür bağladım, derdim çoxu bil. Dindirmə daha bəsli gözlərim yuxu bil. Mən səni sevən günlər, mən səni sevən günlər. Əzizim yol verin yarım gelsin, yol verin yarım gelsin, hasreti sinabidar. Ne gecem var ne gündüzüm var, rahmeyle gel aşık kemal.
Verilişin baş sponsoru Sopsan boyaları.